Sosial şəbəkələrdə yayılan və ölkə gündəmini zəbt edən qızların videosu ilə bağlı qarajda yaşayan Məhəmməd Mirzəli tərəfindən ortaya atılan iddia gülünc və mənasızdır. Burada mənim və övladlarımın adının hallanması şantaj və böhtan xarakteri daşıyır. Bu sözləri Qafqaz İnfoya Sabunçu rayon İcra Hökumətinin başçısı Adil Vəliyev deyib. O bildirib ki, sözügedən videonun çəkilməsində və yayılmasında oğlunun iştirak etməsi ilə bağlı Məhəmməd Mirzəli tərəfindən YouTube-da yerləşdirilmiş video başdan başa uydurma və cəfəngiyatdır. İcra başçısı eyni zamanda qeyd edib ki, nə onun özünün, nə də övladlarının Rusiyada heç bir biznesi yoxdur. Əgər belə bir biznes mövcuddursa, mən oradakı bütün obyektləri və gələn gəlirləri Mirzəliyə bağışlayıram. Bu uydurma məlumat əslində hüquqi məsuliyyət yaradır. Əgər o Azərbaycanda yaşamış olsaydı, bu cür ağır iddiamlara görə qanun qarşısında cavab vermiş olacaqdı. Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə sosial şəbəkələrdə və bəzi xəbər saytlarında 3 nəfər xanımın görüntüləri yayılan videoya münasibət bildirib. Demokrat.az-ın məlumatına görə deputat bu cür halların baş verməsinin əsas günahını sosial şəbəkələrlə bərabər televiziya kanallarında görüb. Bugün kanallarımız kifayət qədər milli dəyərlərdən uzaqlaşmış verilişlərə zaman ayırırlar. Bu cür halları biz qınayanda və məsələ qaldıranda isə deyirlər ki, telekanallar özlərini maliyyələşdirə bilmədiyi üçün belə edirlər və s. Yəni, telekanalların efirlərində milli dəyərlərdən və adət-ənənələrdən uzaq, bayağı, hüquqdan uzaq, şəxsi həyata müdaxilə halları mövcuddur. Hətta bəzən şəxsi həyata müdaxilə, təhqir və digər hallarla da özünü büruzə verir. Bu cür hallara qarşı isə heç bir mübarizə yoxdur. Əgər bugün telekanallar cəmiyyətə yalnız şou nümayəndələrinin həyat tərzini göstərirsə, təbii ki, bu cür hallar gənclərimizin, həm qızların, həm də oğlanların əxlaqına mənfi təsir edəcək. Ümumiyyətlə, mən gələcəyimizlə bağlı çox narahatam. Bu cür hallara qarşı müvafiq tədbirlər görənlərə, o cümlədən Daxili İşlər Naziri Cənab Ramin Usubova da öz təşəkkürümü bildirirəm ki, polis çox operativ tədbirlər gördü və günahkarlar araşdırılaraq ortaya çıxarıldı. O ki qaldı, videonu çəkib yayan oğlanlara hesab edirəm ki, onlar tam kişi ola bilməyiblər. Hesab edirəm ki, onların bu cür əməllərində şəxsi həyata müdaxilə ilə bağlı cinayət tərkibi var. Çox təəssüf ki, bugün cəmiyyətimizə, adımıza və milli mentalitetimizə ləkə gətirən oğlan və qızlar var. Çingiz Qənizadə görüntüləri yayılan xanımlardan birinin nişanlı olması məsələsinə toxunub. Mən hesab edirəm ki, bu xanımları alanlar da elə onların tayıdır. Əgər simasına, sifətinə baxıb qız alırlarsa, təbii ki, onlar bu həyatı yaşamalıdırlar. Əvvəllər bizim gözəl adətlərimiz vardı. Biz evlənərkən böyüklər qohum-əqrəba baxıb məsləhət verirdi. İndi bunlar küçədə hansı mini yubkalı bir qız görəndə dədəsini elçi ilə göndərirsə, artıq məsuliyyət onların öz üzərindədir. Amma bütövlükdə bugün Azərbaycan milli mentalitetinə, dəyərlərimizə zidd həyat tərzi keçirən insanların sayı çoxdur. Donetsk Azərbaycanlıları Konqresinin eks-sədri Malik Pirverdiyevin oğlu Johnny ləqəbli Camal Pirverdiyev Rusiyanın məşhur Faktor 2 qrupunun solisti İlya Poduslelovu döyüb. Telegraf.com-un məlumatına görə bu barədə müğənni Instagramda məlumat verib. Life.ru saiti isə iddia edir ki, davanı başlayan Camal Pirverdiyev yox, Ceyhun Pirverdiyevdir. Sonuncu Moskvada stomatoloji klinikal şəbəkəsinin rəhbərinin oğlu həm də müğənnidir. Dava baş verən gün Ceyhun və Camalın nahar etdiyi restoranda çıxış edən Faktor 2-nin solistləri qadınlara şiddəti əks etdirən mahnı səsləndiriblər. Bu isə Ceyhunun xoşuna gəlməyib. Pirverdiyev İlyanın masasına yaxınlaşaraq ona zərbələr endirib. İlya qarşı tərəfi məhkəməyə verməyə hazırlaşır. Onu da bildirək ki, 2015-ci ildə Malik Pirverdiyevin oğurlanması barədə məlumat yayılmışdı. Yardımlı rayonunda polis zabitinin idarə etdiyi xidmət avtomobil uçurma yuvarlanıb. Bakı Postun məlumatına görə hadisə martın 30-da axşam saatlarında Yardımlı rayonunun Osnakeran kəndində baş verib. Rayon polis şöbəsinin cinayət axtarış bölməsinin müvəkkili baş leytenant Şahin Nəsirovun idarə etdiyi Chevrolet markalı avtomobil uçurma yuvarlanıb. Nəticədə 1988-ci il təvəllüdlü Şahin Nəsirov hadisə yerindəcə keçinib.
Hadisə xidmət zamanı baş verib. Qəzaya səbəb kimi yolun qar yağması nəticəsində sürüşkən olması göstərilir. Faktla bağlı araşdırma aparılır. Şahin Nəsirov gənc olmasına baxmayaraq nümunəvi polis işçisi kimi tanınıb. O polis akademiyasının sonuncu kurs tələbəsi olub. Qafqaz İnfonun məlumatına görə, xalq artisti Mələk xanım Eyyubova Xəbərçi.az açıqlamasında qardaşı oğlu Valih İsrafilovun çılpaq videosu yayılan 3 qızı Cahid adlı şəxslə tanış etməsi hadisəsindən danışarkən əsəblərini cilovlaya bilməyib. Silirəm, atasamamışlar, illərdir. Amma bugün artıq bu təsdiq olundu, yoxdular onlar mənim üçün. Qardaşımı, bacımı demirəm, balaları mənim üçün yoxdur. Aydındır. Tarzı. Aydın. Bu tarzı, çünki onlardan mən həmişə dözürdüm, deyirdim ki, söz var ev arasında, söz var el arasında. Ev arasında mən onları tənbih eləyirdim ki, bu çıxmasın kənara. Ay uşaqlar, bunu eləmin. Pis mənada yox, pisi bilmirdim. Ya bir misal üçün istedadlarını irəli aparmırlar o barədə. Həmişə amma mən onlara deyirdim ki, bax bir dənə əyrəti cavansız, bir əyrəti istəyər. Məsəl üçün də həmişə yol göstərdim. Bax, mənim adım var ha, mənim adım, mən sizin adım heç vaxt batırmamışam. Bax, mənim adım var ha, siz də çalışın ki, elə bir hərəkət eləməyin ki, mənim adıma xələl gələn. Mən həmişə olaraq özləri də deyirlər, ay görür, tələf eləyərik, biz sənin adını belə doğruyuruq, belə eləyirik. Əgər belə şeylər, amma mən onları günahlandırıram ki, o şəbəkələri, o sosial saytlar ki, ayıbdır axı, mənim adımı niyə xıslandırırsınız axı? Mən deyilib, gedin atasının, anasının yaxasından yapışın da, mən neynəməliyim? Mənim evladımda gəlib deyəsən, heç adam öz evladına cavab ola bilmir. Axı ayıbdır, bir şey olan kimi yapışırlar Mələk xanımın yaxasını. Mələk xanım neynəməz, sonra özünü öldürməli. Narahat olmayın, biz Xəbərçi.azda bu barədə məlumat yazacağıq, hər bir dostlarımızdan da xahiş eləyəcək, verəcəklər. Narahat olmayın Mələk xanım, öpürəm sizi, sağ olun. Mən sildim onları, yoxdular onlar mənim üçün, silməsinlər. Orada da ölsələr də, Mələk xanım, qardaşı oğlu niyə ölür, bacı oğlu niyə ölür? Nəzik deyil. Səni axırı bu vəziyyətə çatdırdılar bu xalqın qarşısında. Ağlamayın, ağlamayın. Bu sizin günahınız deyil ki. Tamam. Axı mənim də xalqırımlar aldım, xalqa bir əzizat deyirəm. Suazı Mələk xanım, olmaz axı. Aydındır. Alçaq qalır orada, vicdansız qalır orada, işi görən bir baxır orada yapışırlar məndən. Düzgün dayfası, düzgün deyil axı. Yox, Mələk xanım, sakitləşin. Biz bu barədə məlumatı yazacağıq. Bütün dostlarımızdan da xahiş eləyəcək, öz səhifələrində yayımlayacaqlar. Təşəkkür edirəm. Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat orqanlarının 100 illik münasibəti ilə Prezident İlham Əliyevin sərəncamına əsasən yubiley medalı təsis olunub. Bakı Postun məlumatına görə Real Təhlil və İnformasiya Mərkəzinin direktoru Mişahin Ağayev də bu medala layiq görülənlər sırasındadır. Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin İctimai Əlaqələr İdarəsinin rəisi Arif Babayev Real TV-yə gələrək medalı Mişahin Ağayevə təqdim edib.